Salam Habil bəy, Salam, xoş gördük sizi. Xoş gününüz olsun. İstərdim özünüz haqqında məlumat verib, sonra şikayətinizi deyəsiniz. Mən Məmmədov Habil Muxtaroğlu. Döyüş vaxtlarında Gəranboyda bu getmişik, yaralanmışam, bu hala düşmüşəm. Ondan sonra çox yatmışam xəstəxanalarda. Bu halda Ayaz həkiminin yanında olmuşam. Məni əməliyyat elədi, bu qaşım yuxarı idi, yendirdi aşağı. İndi məndə ikinci seans olmalıdır, üçüncü seans olmalıdır. Mənim də indi getdim Ayaz həkimin yanına. İndi deyir ki, mənim maddi şeydən, Səhiyyə Nazirliyi tərəfindən lisensiyam deyir, nəyim deyir, yoxdur, mən eləyə bilmərəm. Mən də sizdən xahiş edirəm, mən bu müraciəti kimə deyim? Prezident aparatına şikayət edeyim, Mehriban xanımıza şikayət edeyim, Səhiyyə Nazirliyinə şikayət edeyim. Mən ikinci seans, üçüncü seans məndə olunmalıdır bu. Göz görə görsənirdir. Başdır, ayaqdır. İndi ayağımı açıb görsətmirəm də burada. Başımızdır, ayağımızdır. Mən də sizdən ona görə xahişim odur ki, mənə imkan versinlər. O həkimə imkan versinlər ki, bu ikinci seansı, üçüncü seansı olunsun. Mən əməliyyat olunan vaxtında nə cür insanlar onun yanında oldu, mən gördüm. Yanıqla oldular, nə bilim nə ilə, cürbəcür insanlar gəlirdi, onun yanında o əməliyyatı elədi. İndi nəyə görə imkan vermirlər ona xanım, mən sizdən xahiş elədim. Bəs belə bir şey deyim, siz başqa bir həkimə niyə müraciət etmirsiniz? Əgər doktorun lisensiyası yoxdursa? Bəli, lisensiyası yoxdursa onu bilmirdim mən. Lisensiyası indi siz dediniz, mən bildim, getdim ora. O həkim doktor dedi ki, lisensiya vermirlər, icazə Səhiyyə Nazirliyinə icazə vermirlər bana. Başqa yerə də 2 yerə müraciət eləmişəm, məndən küllü miqdarda vəsait istəyirlər. Mənim də vəsaitim yoxdur. Mən hardan alım oraya vəsaiti? Başıma bu alnımız adım görürsünüz, bu düzəlməlidir. Əgər bu vəsaiti mən hardan alım? Kasıb olanam. Mən vəsaiti hardan alım küllü miqdarda vəsait ki, mən onu düzəltdim. Sizdən xahişim odur ki, bir dənə icazə verilsin ki, bir ona heç olmasa bu imkanlıq qədər bu yaxşılığı eləsin. Valla mənim onu başqa heç nə istəyəm edməyəm sizdən xanım. Həkim deyirsiniz ki, deyəm xanım bunu belə elə. Mənim 2 il bundan qabaq müalicəmi elədi o. Təmənnasız müalicəmi elədi. Allah balalarını saxlasın. Allah ki, onun yanına cürbəcür insanlar gəldi. Cürbəcür insanlar gəldi. İndi nə oldu? İndi çıxartdılar ki, beləcə Səhiyyə Nazirliyi şey verir, lisensiya deyirlər, lisensiya verir. Mənə ikinci siyasi olunmalıdır. Deyildi ki, ikinci siyasi səndə getməlidir, üçüncü siyasi səndə getməlidir. İndi getdim ki, yoxdur, qoymur. Eləmir, deyir, eləyə bilmərəm, məndən icazə vermirlər. Mən ona görəsən xahiş edirəm ki, bunu bir araşdırın. Bir baxın, görün ki, bu necə olacaqdır. İcazə verilsin ki, o işini davam eləsin, mənim siyasımı davam eləsin. Mənə lazımdır, başdır məndə. Bir tərəfdən də buradadır. Bu başdır. Ayaq deyil ki, kəsdin, atdın, bir ayaqla gəzdin. Bu başdır. İnsanı da idarə eləyək, yəqin ki, başdır da. Düzdür, xanım. Bundan artıq mən nə deyə biləcəm, ay qurban olmuşsan. Mən icazə verin ki, işini davam eləsin, bir mənim müalicəmi davam eləsin. İkinci seansımı, üçüncü seansım davam olunmalıdır məndə. Mənim bir imkanım yoxdur ki, hansına özünüz bilirsiniz ki, yəni hamısı özəl klinikalardır. Gedirəm vəsait istəyirlər məndən. Deyirlər, get, ödəli şöyle qəbz al gəl. Mənim imkanım yoxdur ki, qəbz ödəyəm gələm. Mən nə eləməliyəm? Səhv danışıram, deyirsiniz. İndi siz deyirsiniz başınızda problem. Bu sizdə hansı fəsadları doğurur? Məsələn, görbəyinizi mi əngəlləyir? Bəli. Bu yara sizdə hansı fəsadları doğurur? Gözümdə əməliyyatı var. Bu dəqiqə gözümü görürsünüzsə, gözümdə gətiribdir, əməliyyatlar gətiribdir. Buradan belə qaşımı yendi. Buradan beləcə bu dəqiqə sol gözümdə əməliyyat olmalı. Sol gözümə də gəlibdir. Kataraktır, matarakt deyirlər, nə deyirlər? Ondan gəlibdir mənə. Görmə əngəlliyir. Görmə əməliyyat. Əlbəttə, görmə problemi yaradır da mənə. Ona görə mütləq əməliyyat olmalı. 100% əməliyyat alınmalıdır, xanım.